Başlıktan dingil çıktı başlıktan. Şu köyün olanları evlenemez başlıktan. Mendili eline, mendili verdim geline. Kara kına yollamış yar benim ellerime. Mendili eline, mendili verdim geline. Kara kına yollamış yar benim ellerime. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Gününüz xeyirli, uğurlu, sabahlarınız üzünüzə gülüş dolu açılsın, keyfiniz, əhvalınız çox yaxşı olsun. Əslində hər gün eyni saatda, eyni vaxtda sizlərlə bölüşmək məqsədimiz, məramımız da elə budur. Budur ki, siz də bizimlə bərabər o əhval ruhiyyə köklənin, yaxşı mənada insanın əhval ruhiyyəsi yaxşı olanda valla onun işi gücü də düz gedir. İnsanın əhvalına bağlıdır bütün məsələlər. İnsanın əhval ruhiyyəsi yaxşı olmayanda onun sağlığında da nəsə bir problemlər yaranır. Onun gündəlik iş həyatında da bu yansıyır. Dostlarla, nə bilim yoldaşlarla münasibətdə də bu yansıyır. Balaca qanım qara olubdu. Biraz keyfsiz olmuşam. Verilişə gələ-gələ gəldim aşağıda. Əməkdaşlarımızın biri mənə deyir, Samir, nəsə keyfin yoxdur. Dedim, yox, hər şey yaxşıdır. Amma sonra düzgün boynumu aldım ki, hə, var. Biraz keyfimdə, belə deyim də. Sonra yuxarı qalxdım, burada operatorumuz Bahar mənə dedi. Səhər yuxudan durdum, aktrisamız Xuraman xanım. Mən hər dəfə gülməliyəm. O əhval ruhiyyəni üzüm çox maraqlı bir şeydir. Gizlətməyə çalışsam da, nəsə bir problemim, qayğım insanıq da, bir də görürsən olur evdə, ailədə və yaxud öz şəxsi həyatımızda. Nəsə bir şeylər olur. Onu gizlətməyə nə qədər çalışıramsa, o qədər də biruzə verirəm. Bilmirəm nə məsələdir bu. Həqiqətən. Bilmirəm nə məsələdir. O dəqiqə tutan tutur ki, bugün nəsə var, nə olub? Deyirəm, heç nə olmuyor baxı. Deyir, yox, bugün nəsə var, düzün deyirən. Həqiqətən də nəsə var. Keçmiş olsun, inşallah yaxşı olar. Allahın izni ilə hər şey həyatımızda yağ kimi olar. Hörmətli tamaşaçılarımız, Agromal Özbəkistan məhsulları, Doktor Seyfəddin Klinikası və Newsport İdman Kompleksinin sponsorluqları ilə efirimizi izləyirsiniz. Baxırsınız, izləyirsiniz. Artıq günlərdir mən sizə danışıram. Yeni sponsorumuz Newsport haqqında. Birazdan yenə danışacağım. Hələ ki danışım Agromal Özbəkistan məhsulları. Agromal Özbəkistan məhsulları Azərbaycanın demək olar ki, regionlarının hər bir nöqtəsində satış nöqtələrini açıblar. Bütün rayonlarımızda var. Artıq Bakıya gəlməyə ehtiyac yoxdur. Amma Bakı, Sumqayıt, Gəncə, böyük şəhərlərimizdən söhbət gedirsə, bilirsiniz ki, burada da ünvanlarımız bəllidir sizə. Sumqayıtda 41A, Bakıda 3-cü mikrorayon dairəsi və yeni ünvanımız Şərq Bazarı. Ay Allah, Şərq bazarını görmək lazımdır. Orada bütün paltarlar su qiymətinə, corabdan dəsmala, dəsmaldan pastelə, pasteldən gergeyimə qədər al ki alasan, daşı ki daşıyasan. Neçə olsa kilosu yaxşıdır? 15-20 manata, 1 kilosu. Buyurun, əlaqə saxlayın. Təşəkkürlərim olacaq Doktor Seyfəddin Klinikasına. Doktor Seyfəddin Klinikasında da bütün müalicələr təbii üsullarla aparılır. Dırnaqdan saça qədər bilirsiniz ki, daxili xəstəliklərin hər birinə Doktor Seyfəddin Klinikasında məcun və arı, hicama, zəri terapiyası ilə çox gözəl, effektiv nəticələr alırlar. Ona görə əlaqə saxlamağınızı tövsiyə edirəm. Və Newsport İdman Kompleksi bizimlə bərabərdir. Newsport İdman Kompleksi Masazırda Qurtuluş 93-də yerləşir. 3 mərtəbələr deyilən ərazidə. Newsport İdman Kompleksində relaks hamam xidməti fəaliyyətdədir. Masajı, kisəsi, Türk hamamı, Şərq hamamı, Rus hamamı, Fin hamamı, elə Azərbaycan hamamı daxil olmaqla buyurun gedin. Əsl o məşduba səhnəsini yaradıbları orada. Restoran 24 saat fəaliyyətdədir. İçəridə fitness salı.
su qiymətinədir. Fitness zalında aerobika zalı xanımlar, bəylər idman eləmək üçün buyurub gələ bilərlər və hamamla yararlanın. Ölkənin ən ucuz və ən keyfiyyətli hamam xidmətini sizə təklif edirlər. Təşəkkürlər New Sport İdman Kompleksinə. Mən dəvət eləmək istəyirəm qonaqlarımızı. Kimlər var burada? Hə? Deməli, əziz tamaşaçılarımız, bu günləri ölkəmizin əməkdar artisti Yusuf Mustafayev, bizim sevimli müğənnimiz, keçən efirimizdə də bərabər olanda artıq bir neçə müddətdir Yusuf müəllim bu missiyanı irəli sürür. Bəzi müğənnilər var ki, istər-istəməz paxıllıq, qurtduluq onların qanlarında, canlarındadır. İstəmirlər ki, kimsə bir addım qabağa addımlasın. Deyir o, əl tutmaq əlidən qalıb. Bilirsiniz, insan əgər sənət fərqi yoxdur, tanınmış olsun və yaxud tanınmamış olsun. Əgər bir insanla dostluq eləyirsə və onların da gözəl sənətləri varsa, niyə də biri ola bilər ki, 2 addım qabaqdadır, biri 1 addım arxadadır və yaxud biri 10 addım lap qabaqdadır. Hamı bir-birinə əl tutmalıdır ki, hamı bir yerdə olsun da. Yusuf müəllimin bax bu xarakterini çox. Mən heç belə bilmirdim. Çox müğənnilər məsələn gəlir, bacı müğənni o birisi bacıya əl tutmur. Ay başınıza dönüm. 2 bacı sənətdədirlər, o birisi bacını bir dəfə efirə çıxartmır. Nə bilim, 2 qardaş, ana bala efirdədirlər, ana balanı efirə çıxartmır. Bilirsiniz, bu sənət qısqançılığıdır. Sənət qısqançılığı. Amma bu kişidə yoxdur belə şeylər. Deyir, mənim sənət dostlarım, mənim dostlarımsa niyə də biz bir yerdə olmayaq. Ona görə istəyirəm ki, elə hər üçünü dəvət edeyim, gəlsinlər, əyləşsinlər. Orxan, hələ ifasız. Bir salamlaşağın, sonra Yusuf müəllim ifası ilə davam edərik. Baxaq. Deməli, Respublikamızın əməkdar artisti Yusuf Mustafayev buradadır. Yusuf dayımız buradadır. Yusuf müəllim, gəlin. Sabahınız xeyir olsun. Salam, salam, bacı. Gəl əyləş, yuxarı başla. Allah razı olsun. Yox, mən yuxarı başda oturam. Yox, sən mənim canım. Bacı ol, nəyə görə? Onda Həsən ağa sən azarlayalım. Mən həmişə eləyirdə oturmuşam, deməzsən, dur buradan. Dur, yaxşı. Onda burada otur. Həsən qardaşım. Sonra mən, bu müğənnilərimizin ikisi də Ağsuludur, hə? Bəli, ikisi də Ağsuludur. Ay, maşallah olsun. Əziz Ağsulular, gözəl diyarımız, gözəl bölgəmiz, bugün mən bilirəm ki, Ağsu cəmaatı 7-dən 77 ekran qarşısında olacaqlar. Çünki indi bura dəvət edəcəyim 2 müğənni var ki, onların ikisi də ömür boyu sizə xidmət ediblər. Düzdür, başqa rayonlara, başqa ölkələrə o üzərinə, amma sırf Ağsuya xidmət ediblər. Oranın gənclərinin toyları, büsatları bunlarsız olmayıb. Kimi də gətirsəniz ora, amma bu kişilər orada olublar. Qorxmaz Ağsulu və Həsən ağa Ağsulu. Həsən ağa mənim gəlin. Qorxmaz müəllim Sumqayıtda yaşayır, illərdir. Bəli, ikisi də, Həsən ağa da Bakıda yaşayır. Həsən ağa, salam. Sadəcə yəni doğulduqları vətəndir. Salam, necəsiz? Gəlin, əyləşin. Mənim, Samir, bu insanlar etibarı dostlarımdır, ya Allah. Əqidəli dostlarımdır. Hamısı dostlarım əqidəlidir ya, amma nə bilim, Allah təala bizim 3 qardaşı elə bir-birimizə bir arxa dayaq yaradıb. Yusuf müəllim, sabahınız xeyir, bir salamlayın tamaşaçılarımıza, Həsən ağa mənim. Hər vaxtınız xeyir olsun. Efirə qarşısında əyləşən bütün tamaşaçıları, bütün Azərbaycan xalqının salamlamaq istəyirəm. İnşallah işləri aband olsun, ruzları bol olsun, təzə baharımız gəlib inşallah. Və dostumuz, qardaşımız, Sabir qardaşımızın verilişi də həmişə uğurlu olun. Mənə ağ elədən Və inşallah arzumuz budur ki, həmişə də uğurlu olsun. Və rəhbərliyə də öz minnətdarlığımızı çatdırmaq istəyirik ki, bizə şərait yaradır bu gözəl verilişlərdə dostlarımızla, qardaşımızla bir yerdə xalqımızın qulluğundayıq inşallah. Var olasın. Təşəkkür. Qorxmaz mənim, necəsiz? Çox sağ olun, var olun. Allah köməyinə də salamlayıram bütün xalqımızı. Allah canları sağ eləsin. Allah Azərbaycanımızı qorusun. Rəhbərliyi başda olmaqla bütün Dünya TV işçilərinin hamısını salamlayıram, var olasınız. Allah canınızı sağ eləsin. Bugün dəvət eləmişsiniz bizi. Başda ağsaqqalımız olmaqla Yusuf müəllim, Allah canı sağ eləsin. Sağ ol. Həsən ağa qardaşım, bunlar mənim böyük qardaşlarımdır. Allah canı sağ eləsin.
Çox sağ olun ki, dəvət elədiniz, var olun. Allah razı Ay olsun. Qorxmaz müəllim, harda belə qaralmısan? Hələ yay gəlməyib. Nə bilim, vallahi. Yaz qaralıb. Yazın üstünlüklə yaz ya. Onun elə Evet, zaten dadı karanlık. elədi, zaten Bu yaz gələndə, yaz gələndə. Amma Rayona getmişdim də Savun müəllim, ona görə. Orada qaralmısan. Getdim, biraz qanqalzadı yedim. Samir, adamı çox tərpənməzlər. İnansan ki, mən Sumqayıtda eləmirəm ki, mənim Çox belə doğmadan da doğma bir qardaş olacaq. Sağ ol. Belə bir əqidəli insandır. O cümlədən Həsən ağa qədər, mən dün içmirəm, mən demişim, biraz mənə dayısına ağ çay verəcək. Baş verirəm, sağ ol, balon toydu. Meyvə də gətirim. Hə. Aycan, aycan. Hə, Sumqayıtda elə bilirsən qardaşım var, hə? Bizim günümüz bir yerdədir. Günümüz bir yerdə. İnansan biz bir günü, bax Allah Samir, birimizi görməyən də inan mən havalanıram. Həsən ağa hardasan, Qorxmaz hardasan. Yığışıb otururuq bir yerdə, deyib gülürük. Ondan sonra o bütün stres deyirlər, əsəb deyirlər. Yəni biz üçümüz bir yerdə olanda elə bir şey olmur. Yusuf müəllim bizim dəyərimizi, Allah can sağlığı versin, bizim ağsaqqalımızı. Bilirsən Yusuf müəllim, həyatda insan gərək iz qoyub gedər, yaxşılıq qoyub gedər. Həyatda insanlıq qalır. Yəni bu həyatda gözəl işlər görmək lazımdır. Samir, icazə ilə biraz səndə Aycan. Allah bağladı da. Mən buradan bütün sənət dostlarımızı fürsətdən istifadə edirəm, salamlayıram. Və Samir, sənə qurban. Birazdan qarışır olacaq, musiqilər olacaq. İcazə verirsən ki, əgər mən İsrağa günün Cəllabadda toy dedim, ayın ikisində. Şəbəkə, mən kofe edəcəm. Onu da mən icazə verirəm, buradan təbrik edeyim. Qonşu kəndçilərimin, Qamışgöl kəndi var bizdə, düz o Kəhriz restoranı elə Cəllabadda. Nə kəndi? Qamışlı göl. Qamışlı göl. Bəli, orada Kəhriz böyük istirahət mərkəzi var, onun yanındadır. Cənnətdir də. Orada mənim bir qardaş oğludur, Allah saxlasın. Vüqar dostum. Mənə neçə bundan zənglədi ki, əmr, sən həmişə bizim məclislərdə olursan, ayın ikisində bizə qonaqsan. Yəni, bizim aramızda başqa söhbət də yoxdur ya. Gəl, deyir, gəlmək qonaqdan, yola salmaq eviyyəsindən. Çox razı qalıram ondan. Elsinin, balasının, Altay balanın kiçik toyudur. Mən buradan fürsətdən istifadə edirəm. O Qamışgöl cəmaatın, o əzlərimi, o mənim doğmalarımı, qonşu kəslərimi. Vüqar var ol. Vüqar Aslan balığın toyunda. Elçin, Altay balığım, o bağların böyük toyunda. Və orada getdim, gördüm, kimdir ansambl? Elyar adında mənim bir bacı oğlu var. Çox yerində olan bir oğuldur, yerində olan bir müğənnidir. Mənim insanlara bu tərif vurmağımda biraz mənim başıma qaxınc edirlər. Nə olub, sən hamıya tərif vursan? Düzgün tərif. Çünki, bəli, yox, mən düzgün də tərif vuram, məsuliyyətimə tərif vuram. Məsələn, orada Elyarın oxumağın görəsən, deyəsən, Allah, belə yanı yaxşı, maşallah, oxumaq var. İnsan, səs necə kökə oturur, elə bir baldı, yağdı. Və o ansambl orada Rauf var, Cəllabadda, gitar çalan. O da mənim dostum Sabirin oğludur, Albalan kəndindən. Onun çalınsın demək istəyirəm. Orada İlham var, ritmdə nağara çalır. Demək, orada Ələmqulu var, o da Albalan kəndindəndir. 4-5 lira Həsən ağa, Yusufun canı üçün bir ansambl. Heç baxdım, deyim, dədə var, bunlar mənim ansamblımdan da qat-qat onlar yaxşıdırlar. Bax, Var ona olsunlar, görə hamısını onları salamlayıram. salamlayıram. Elya, belə sənin qadoyalım, azarıyalım, bacı oğlu. Sükanı belə tut, irəli. Öpürəm sizi. Orxan, belə eləyək, Həsən ağa müəllimdən başlayaq. Hə. Hə, Orxan? Tamam, Həsən ağa müəllim, buyurun. Bunlar qoyuqsun, mən elə burada Yox, oturmam. sən də oxuyacaqsan, elə şey olar. Mən axırda bir Yuxarı başdan başlayaq da, buyur Həsən ağa. Dur, mənim dəyərli qardaşım. Arzusuna, muradına mən anamı yetirəcəm. Qismət olsa bu yaxında anama gəlin gətirəcəm. Arzusuna, muradına mən anamı yetirəcəm. Allah qoysa bu yaxında anama gəlin gətirəcəm. Subaylıqla ömürlük vidalaşım mən gərək. Neynim evlənməyə razılaşım mən gərək. Subaylıqla ömürlük vidalaşım mən gərək. Neynim
yaxında anama gəlin gətirəcəm. Arzusuna, muradına mən anamı yetirəcəm. Allah qoysa bu yaxında anama gəlin gətirəcəm. Söz deyəndə can dəyən bir qız tapım mən gərək. Tənhalığın daşını artıq atım mən gərək. Söz deyəndə can dəyən bir qız tapım mən gərək. Tənhalığın daşını artıq atım mən gərək. Anam gəlir istəyir xətrinə dəyənmərəm. Dünya aləm dağılsa mən ona yox deyənmərəm. Anam gəlir istəyir xətrinə dəyənmərəm. Dünya aləm dağılsa mən ona yox deyənmərəm. Arzusuna, muradına mən anamı yetirəcəm. Qismət olsa bu yaxında anama gəlin gətirəcəm. Arzusuna, muradına mən anamı yetirəcəm. Allah qoysa bu yaxında anama gəlin gətirəcəm. Arzusuna, muradına mən anamı yetirəcəm. Qismət olsa bu yaxında anama gəlin gətirəcəm. Arzusuna, muradına mən anamı yetirəcəm. Allah qoysa bu yaxında anama gəlin gətirəcəm. Davam edirik əziz tamaşaçılarımız, reklamlarımız bitdi. Deməli, mənim bir gözəl anam var. Çox gözəl bir xanımdır. Deməli, Hürü xanım. Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan, Xanağa kəndindəndir. O qədər gözəl xanımdır, o qədər gözəl xanımdır. Yusuf müəllim hamınızı salamlayır, biz də o xanımı salamlayırıq. Onun kürəkəni Elmar başda olmaqla salam göndərir bizə. Amin. Elmar səni xüsusi salamlayıram və Hürü anamızı da buradan maç eləyirəm. Davam eləyirik əziz tamaşaçılarımız və gözəlimiz Gülü də Gülnar xanım da salamlayır. Elə hər birinizi Yusuf müəllim başda olmaqla. Həsən ağa müəllim, Qorxmaz müəllim salamlarını çatdırır. Biz də öpürəm onu gözəlimiz Gülnar xanımı. Çox qəşəng təşkilatçıdır Yusuf müəllim. Bəlkə də tanıyırsınız şəxsən. Çox gözəl şou təşkilatçısıdır, toy təşkilatçısıdır. Çox gözəl bir xanımdır. Salamlayıram. Yusuf müəllim, bəxtləri reklam arası Həsən ağa müəllimə deyirəm. Deyirəm, Həsən ağa müəllim, mən bilirəm ki, Həsən ağa müəllim sərasər davamlı, üzü Ağsudan, nə bilim Şamaxıdan, oradan tutmuş Zərdaba qədər ən gözəl toylar bunda olur da, bu kişidə olur. Niyə o dönəmlər efirə çıxmadın? Ehtiyac yox idi. Yəni, başın pul qazanmağa qarışdı da belə konkret olaraq. Əslində, yaşımızın o vaxt elə çağı idi ki, həm biraz cavanlıq dövrü idi, tikmək, qurmaq, evlatlar, ata, ana, bacı, qardaş, qohum, əqraba. Həm də o dövrlərdə indi Yusuf bilir. Yəni, heç Bakıya gəlməyə vaxt tapa bilmirdik. Nəinki gəlib efirlərdə orada-burada vaxt itirməyə. Məsələn, baxanda Həsən ağa müəllim, tutaq ki, baxırdın ki, Yusuf Mustafayev efirdədir və yaxud Baloğlan Əşrəfov efirdədir. Nə bilim, o dövrün belə Yusuf müəllimin aktuallığı necə o dövrdə sevilib, indi də elə sevilir də. Məsələn, bir sıra, məsələn, Ağadadaş müəllim, bir neçə, məsələn, Elşad Qarayev. Elşad Qarayev. Qardaşımız, dostumuz. Məsələn, efirlərdədirlər, populyardılar. Belə, deyir, heç belə ürəyindən keçmirdi ki, mən niyə yoxam? Pulum pul, səsim səs, görünüşüm görünüş. Niyə mən görsəm? Bax, o illərdə biz 96-97-ci illərdə yaxşı vaxtlarımız idi də. Qardaşımla bir yerdə təhsil məclislərə düşürdük. Bu mənə görürdü, oxumaqdır, hər şey.
çox mənə deyirdi ki, ay nə oturmursan, gəl də qardaş. Ha, deyirdi Hə, deməli. o qədər mənə də, ay nə oturmursan, gəl də qardaş. Prosta özümün içimdə karakterimdə bir çatışmayan bir şey olub. Bu efirə qarşı içim bir Allah yeri gezən olur mən. Ancaq indi gec də olsa qardaşım sağ olsun və maşallah, həvəsə biliyorum. salıb ki, gəl də gəl gedək, gəl gedək, gəl gedək. İndi Allah ömrü versə inşallah. Allah xalqımıza həmişə yaxşı günlər, toylar nəsib eləsin. Hələ yaddan çıxmamışıq, şükür Allaha, dostlarımız. Çağırırlar o. Şükür Allaha, Biz şükür o Allaha. toylar yəni o toylar deyil. Məsələn biz gənclərik də. O artıq o nətər deyirlər, o gətir götür məsələlər Yusuf müəllim. O elə bil ki qaldı. Lap indi yəni o deyil məsəl üçün də. Yəni Var yenə şükür İndi belə bir Allaha. çətin Var. gəlir. İndi Düzdür, bir- toylar var, məclislər var, amma deyirəm o toylar deyil də. Sami bir dənə söz deyim də, bax, sözün düzü deyim də, həmin toylar. Dur da. Allah'a and olsun. Həmin toylarda, həmin insanlarda, Oxuyanlar məclisə aparandan çox şəxsidir. Mən özüm məsələn gedirəm də, oxuyan orada gedib 3 dənə, 5 dənə oxuyan var da. Görürəm hamısı çey kimi oturur. Necə mən girirəm, o da mən o məclisi belə canlandırıram. Görmüşəm Ay ben, Yusuf, deməyə o biri olarmış da. Elə adam var da, Yusuf, 1 saat gəl, yarım saat oxu getdirim başda. Gələm yarım saat oxu 3 saat. Deyirəm, ya da sən getdin bu toy gələ dayanacaq. Onlar həmin toylar Mən şahid olmuşam. Yusuf müəllimi bu yaxınlarda biz bir toyda olduq. Deməli Qorxmaz müəllim ev sahibi yarım saatlıq çağırmışdı. Bizlə danışmışdıq. Elə oldu ki, dedi ki, məsələn Yusuf müəllim qalsın. Axıra qədər saxladılar. axıra Allah qədər səni saxladı. salamat eləsin. Bəli. O Ona görə- Fatimə xanımın toyunda. Bəli. Dedilər, yox, axıra qədər qalsın. Yusuf getsə maraqsız olacaq. Hə, Qorxmaz qardaş. Qorxmaz deyir ki, biz toylara düşmüşük. Gözün ağrıyır deyəsən. Yox, bir balaca günə düşmüşəm ona görə. Günə düşmüsən? Bəyək gördüm. Yandırıb özü. Özüm yandırım. Gel şimdi gel. Siz neçə ildə oxuyursunuz? Neçə ildə oxuyursan? Mən vallahi onlar da bir 25 il olar. 25 il olar. Siz də Ağsudansınız. 25 il deyəndə bura ha onlar da 25 il olar. Neçə yaşın var ki? Mən 54. 54 yaşım var. Aksu'nun Cəhəli kəndindən. Gəyəli? Cəhəli. Gəgəli. Ağsunun Gəyəli. Özü səfalı yerdədir, dağın Salamlayıram döşündədir. bütün Ən Azərbaycan böyük xalqına. kəndidir deyəsən. Ağsu rayon ən Bəli. böyük. Ən Biz böyük oldu, kəndi, Gəgəli Gəgəlidir. kəndi. Bizdən böyük kəndi. Amma bunlardan çox mən yaxşılayıram ha. Sırayla Allah Bizdə çoxdur. Ləngəbil getdi çıxdı Bağırıya. Bir dəfə biz o İnan yuxarıda. mən zaman vaxtı olanda, o vaxtda, onda əsgərdən təzə gəlmişdim. Yusuf müəllim gəlmişdi bizim kəndə. Deyəsən, mənə söz verdilər, kətdə indi adətənədir də, məsələn, kətdə yaxşı oxuyanın, məsələn, deyirlər ki, gedə bir dənə mahnı oxuda, Yusuf müəllim orada. O vaxtda belə məşğul O oldu. vaxtdan dostumuz başlayır. O vaxtdan. O vaxtdan. Sən 20 il var onda dostluğumuz. bəlkə də çox olar. Yəni saf insandır. Yusuf müəllim, bir şey deyim sizə. Allah birinci, bunu deyim, Qorxmaz qardaşıma söz verəcəm, oxusun. Siz bəxt deyə bir anlıq mən sizi, bax, Həsən ağa mənimlə danışanda, Qorxmaz bəy də danışanda, bir anlıq siz elə bir ki, beynimdən belə gəldiniz, keçdiniz nə? Allah birinci xeyir eləsin. Amin, amin. Çox sənət dostlarımızın xeyir işində də, Allah gecindən versin yenə deyirəm, şər işində də iştirak eləmişəm. Mən sizin valideyninizin yasında Rəhmətlilərinə, atalarına gəldim, rəhmət eləsin, bəli, ölənlərə Cəlilabada gəlmişdim. İnanın ki, mən o izdihamı heç bir sənət adamının qapında həmişə xeyir iş olsun. Bu yasa labütü bu tüstü hamının qapısından çıxacaq söhbət yox. Ay başıma dönüm, Respublikada adam qalmamışdı da, yadınızdadır. Bəli, bəli. Biz oturmağa yer tapmadıq, qalmışdıq küçədə. Nə qədər? Bir izdiham var idi, elə bil ki, bir cavan uşaq rəhmətə getmişdi. Həqiqətən. Sən məsələ qurban. O sənin, bax sənin hər bölgədə Anam dostların görə var. xeyirşər adam var. Tək xeyir yox. Mənə çox deyir, Yusuf deyir, xeyirşər adamdır. Yəni tək elə durum, toya gedəm yox. Məsələn, mən Azərbaycan bütün bölgələrinə heç vaxt qalmıram, çalışıram, qalmıram. Mənə qurbanım, gör, Onu sağ gördük, olsun, Yusuf müəllim, onu deməyəcək sağ olsun, şey məsələn, bizim rayonun rəhbərliyi də mənə o vaxt böyük dəyər verirdi. İnanırsan, polislər deyir, yolun qırağında səmt göstərirmişlər ki, Bəli. Hacı İsmail kəndində buradan get, Hacı İsmail kəndində buradan Bəli, get. biz də elə oldu. Yəni, mənə verilən dəyərdir. Allah canlarını sağ eləsin. Yəni, deyir, at-atı borc qaşıyar, qardaş. Sənə qurban olum. Mən getməsəm, o insanlar gəlməz. Mənim dostlarım, sənət dostlarım, Hava soyuq idi, səfərə qış ayında, yanvar ayında. soyuqla, 2 dənə o palatka qiyamətlə. qurulmuşdu da, indi hamımız gəlib sonra. Hə? 2 dənə palatka qurulmuşdu, yenə adamlar çatdırmalı deyirdi.
Dəhşət idi. Allah üzvaq eləsin. Sağ ol, Allah köməyiniz olsun. Qorxmaz mənim, gəlin sizi dinləyək. Özdən nə oxuyacaq? Nə oxuyacaq? Onun başı nədir? Neçə ildir yol Uy, gəlir. mənim mahnımda çox adam oxuyub. Amma bu oxuyanda özümü görürəm. Bax, mən düzün deyəcəm. Görüm nə cürdə. Bax, xoşuma gəlsə, mən heç vaxt heç nə qonaqlarımdan hamıya... Hətta tez-tez çağıraq sonra. İstəyirsən burada xalq artisti olsun, istəyir burada dünən səhnəyə gələn adam olsun. Xoşuma gəlsə, bu mahnı çünki ən çox sevdiyim mahnıdır. Deyəcəm ki, xoşum gəldi. Səsinizə yaraşır. Bax, gəlməsə... Dəvətə çağıracaq. Samir qardaşım, üzr istəyirəm. Ümumiyyətlə, biz bu sənətə gələndə həmişə bu Yusuf Əlimə, məsələn, gözəl sənətkarlara baxıb gəlmişik bu sənətə. Yəni, baxıb özümüzə görə, yəni ki, biz özümüzü görürük, o mahnılarda özümüzü görürük. Məsələn, bu sənətə gələndə biləm ki, 2000 ifası gözəldir. Belə sənətə gəlmişik biz. Yəni ki, uşaq vaxtdan həmişə elənsində biz olmuşuq. Allah o yaxşı sənətkarlarımızı qorusun, Allah gözəl insanlarımızı qorusun. Dünyasını dəyişənləri rəhmət eləsin. Allah rəhmət eləsin. Yəni, onlar indi düzdür, valla hamı sənətdədir, söhbət ona gelmir. Ancaq yaxşılara baxıb gəlmişik. Tamam, dinləyək sizi. Mikrofon da orada var, buyurun. Allah. Neçə ildir yol gəlirəm, demə geri dönəndi bu. Neçə ildir yol gəlirəm, demə geri dönəndi bu. Xəyallarda dincəlirəm, sanıram ki, dünəndi bu. Şimşək çaxır, gözlərindən kədər yağır. Külək qopur, şimşək çaxır, gözlərindən kədər yağır. Uzaqlardan bir qız baxır, sanıram ki, dünən
ki dünəndi bu, sanıram ki dünəndi bu. Ömrün ötən günü yuxuya bənzər, yuxuya bənzər. Ömrün ötən günü yuxuya bənzər. O yuxular olub çin qaydarmı, çin qaydarmı? İstəsən bir şirin nağla dönər, İstəsən bir şirin nağla dönər. Haqqında 100 danış, din qaydarmı? Haqqında 100 danış, din qaydarmı? Din qaydarmı? Din qaydarmı? Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Bir maral varmış 15 yaşında, sevib sevilərmiş uşaq yaşından. Ağlamış, sızlamış gözləri Salam qoşulun. Bir zaman yaşarmış, birdən yox olmuş. Onu yazmışsın Mən da. qəribəm o, Mən yetiməm o, kimsəsizəm ay Allah, çarəsizəm mən. Mən qərib. O veriş İsim mənim mahnıları, bəli, efirdəyik. Bayaqdan efirdəyik, özüm demirəm, gördüm İlham Pərlərin gəlir, ona görə dedim oxuyasan. Yusuf, mən mahnının üstündən nə qədər vaxt keçib? Mən bunu 2000-ci ildə hətta beləncik oxumuşam 2002-də. Mən ona görə bizim Şah Məmməd müəllim, cənab, elə o da Ləngəbizli balasıdır ya, Cəhərlin böyrünə kəndi var, Ləngəbiz. Şah Məmməd müəllim əsən Ağsudandır. Mənim nəsə bu Ağsu cəmaatı mənim elə bir doğmam, tərcümdə. Sözlər onundur. Sözlər onundur, cənab musiqi? Balkonuk olub. Musiqi Tahir Eyvazoğlu bizim dostumuzdur. Bu da bizim sənət yoldaşımızdır. Gitara çalan olub deyəsən, hə? Yox, müğənnidir. Özə Qarağaş kəndindəndir bu zadın. Savuraqda, Qarağaş tanıcıdır. Acqablındır. Musiqisi onun olub. Musiqisi onun, bəli, bəli. Onda oxuyub sizdən Oxuyub, hə, oxuyub. O tutuzdıra bilməyib. Yox, indi o da öz zadında oxuyub da, hə? Yox, Ampulasında, niyə, onda... Mahnını siz məşhurlaşdırmışsınız. Mahnı o adamda alınmayıb ki, sizin adınızla bağlıdır da bu musiqi. Oxuya bilər, götürər oxuyar, hə, alım. Amma sən o mahnının təqdimatını eləməmsən ki, o mahnı, məsələn, bütün Yusuf Mustafayev deyəndə, mən də bunun musiqisindən bu arada istifadə edib klip çəkdirmişəm də, bilirsən. Bilirəm, bir şeirimizin icazəsini alıb. Özü Fərhad orada sazla Fərhad. Bəli. Nazilə xanım, Pərvanə Məmmədinin şeirini biz çəkdirdik, buna bir kompozisiya elədik. Və TikTok trendində oldu. Çox, musiqinin çox şey oldu bizə, kömək oldu. O biraz adamı aparır da. Çox gözəl musiqidir və qoxuması qəşəng. Sağ olsun. Qormaz Allah Maşallah qormaz. Özü axırda o muğam isə sözlər oxudun ha. Bəli. Vay dədə var. O da bir adama dədə. Yusuf, mən sonradan onu sən təzədən aranjman da elətdirmisən deyəsən, yoxsa? O neçə ildir yol gəlir. Yox, ona dəymək düzdür. Mənə çoxu deyir ki, mənə. Belə o vaxtınkidir. Bir o vaxtkidir. Nə qəşəng eləyiblər. Bəli, o vaxtı. Onu sintisatıdan Müşfiqar, indi dostumuz deyil, Allah sağlasın. O çalıb orada, o müşahidə. Buradan salam verəm Müşfiq qardaşımı, Allah can sağlığı versin. Yusuf müəllimin minusu ilə oxumusan. Yox. Sən də ayrı. Amma mənim minusumdan bu yaxında Gülara xanım var. Oxuyan Simara var, İmanova oxuyan. Simara xalq arşıdır. Onun bacısı var, Gülara xanım. Mənə zəng elədi, Yusuf müəllim, icazə versən sənin minusunu mən oxuyayım. Hansı mahnı oxuyub bu? Neçə ildir yol gəlirəm bu mahnını. Oxuyub bu zadla, mənim o aranjmanımla da oxuyub. Bir ləzzət verdi mənə. Durda. Buranı and olsun. Yaman gileylənirdi, üzə çıxarda bilmir. Oxuyub. Var olarsan. Deyirdi, bacım
şərait yaratmır mənə. Simari xanımı buradan salamlayırıq. Mənim efirimdə oldu, Gülarə Yox, xanım. Dedi bacım şərait yaratmır, Onlar, yox, efirlərə onlar çıxan. yaxşı bazda, bir-birinə çox münasibətləri yaxşıdır. Sadəcə olaraq, heç Simara xanım özü də o defirə çıxmır da, indi bilirsən də. bəli. Ona görə, yəni Gülara xanım özü də əli oxuyandı. Simara xanım da ki, maşallah, xan qarşıdır. Onlar yaxşı mehriban Biz bazdır. həmişə, Güzel üzrsən eləyir. Sami qardaşım, mən həmişə Yusuf qardaşımla, Allah cansa, məsləhətləşmişəm. Yəni, mahnıları atıram, deyirəm, ustad, necə çıxıb mahnı, gözəl. Görürəm ki, bəyənib. Bəyənib? Bəli, bəyənib. Bəyənmədiyi olub heç? Yox, bəyənib, əlbəttə bəyənib. Bütün ifalarımı bəyənib. Məndə bir adət var, sənə qurban olum. Bəyənməsə də onu deyirsən, bəyənməsə. həmişə başıma qaxınc eləyirlər. Sözün düzü. Mənə rəhmədi anam bir vəsiyyət edib, deyib, bala, heç kimin xətrinə dəymə. Görürsən, məsələn, bu adam, məsələn, gətirirlər, elə bir adam, bu sənətkar, məsələn, yaxşı sənətkardır, o birisi çox ondan zəifdir, bunların müqayisə eləmək olmaz. Mənə gəliblər ki, Yusuf müəllim, bu sənətkar yaxşıdır, o sənətkar yaxşıdır. Çətin sual daxil. Bəli. Deyirəm, o hara, o hara. Deyirəm, qardaş, bunun hansı yaxşı? Deyirəm, haya, qardaş, ayıbdır. O hara, o hara. O hara, o hara ilə yox. Çünki o zəifində xətrinə dəymirəm. Güclünün O birisi də xətrinə dəymirəm. Xətrinə dəymək olmaz. Həm də Ay musiqi. insan. Həm də mahnını oxumaq Çoxu da mənə Yəni, beyilir. Necə tərifləyir, mənim nə işim var, çörəyimi vermir, suyumu vermir. Yemək olaraq çörəyin suyunu vermirəm, dostu bir də otururuq. Mənə deyir, filan kəs yaltaqlanır, filan kəs, ay bədbəxt insan. Həbi xoşdaydır, ay xarif. Niyə görə yaltaqlanmalısan? Çörəyin Valla da, gəlməsin. birini tərifləyirsən, yaltaqlanır. Bu deyir, çoxdanın beləsi, onun yaltaqlanır, ay dədə var. Demək, bir salam izləyirəm, qonaqlarınıza salamlar yazıb. Yusuf müəllimlə bir Qarabağ qazimiz var, şəklində mənə göndərib. Allah sağ olsun. Demək, göstəreyim. Bismillah. Ay Allah, bir də şəkildə çəkdirmiş ki, ay Allah, Allah saxlasın, ay Allah, Allah saxlasın. İzləyir. Tədbirdə olub. Özdə bu yaxında olub tədbirdə. Burada Qərb sarayda Bəli. dövlət tədbiri vardı. Bəli. Bəli. Belə qoy göstəreyim, bu qazimiz atıb. İzləyir bizi hal-hazırda. Allah saxlasın, Allah saxlasın bütün qazilərimizi. Amin. 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 Allah can Allah sağlığı şəhid versin. bağlarımızı rəhmət eləsin. Valideynlərin əllərindən öpürəm. Cənnətlik olsun. Ataların, ağaların əllərindən öpürəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin inşallah. Azərbaycanımızı Allah qorusun. Amin. Sonra kimlər yazır bizə? Yusuf müəllim həqiqətən də çox ürəyi, deməli, Gülbahar adlı bir xanım yazır. Çox ürəyi təmiz insandır. Başına dönərəm Yusuf müəllimin. Allah ondan razı olsun. Belə olmaq lazımdır da. Valla belə olsa, heç vaxt efirdə dava qırğın. Mən burada hər gün qırğında salaram, onunla acı söz, o mənə bir acı söz, o qonaqla bu qonağı vırışdıraram, o qonaq mənə birini deyər, mən ona ikisini deyərəm, o mənə beşini deyər, hər gün burada qiyamət salaram. Bilirsiniz nə məsələ, hər gün bunu eləyərik burada. Bundan dava salmağa nə var ki? Bizə insanlar baxır, xəstəsi baxır, can ağrıyan baxır, əsəbləri sakit olsun deyə, işdən gücdən əlini çəkib istirahət eləyən adam baxır. İstəyir ki, oturub televizorun qabağından ləzzət alsın. Bəli. İstəmir ki, xəstə adamdır, dayda, evdə dava, çöldə dava, problem, qayğı, hələ efirdə də dava qırğın. Vallahi eləməyin bunu. Mən həmkarlarıma deyirəm, eləməyin, veriliş. Zaten danışmağa o qədər söz-söhbət var, bizə 20 saat da çatmaz. Mən niyə Yusuf müəllim ömrünü səhnədə, sənətə xidmət edən adam, gözəl ailəsi, gözəl nəvələri, gözəl balası, gözəl sənəti, gözəl insanlığı, mən bu şeylərdən danışmıram. Ondan ona, bundan buna, onu ondan vırışdı, bunu bundan qırışdı. Nə var mənə? Davaya onsuz da hamı baxır. Baxın, küçədə iki adam bir-biri ilə dava eləsin, içi mən qarışıq. Hamımız qaşıb gedəcəyik ora ki, nə məsələdir? Amma mən onda gedib girmişəm. Nə məsələ? Samir, daha insan üçün bir dəfə bir yerdə biri o birisinə böyük bir hücum edirdi. Getdim, başımı saldım o davanın içinə. Məni görən kimi belə bir tanım, dedim sənə qurban olum, sənə qurban olum, sənə qurban olum. Bunu yatırtdım.
Çəkildi qırağa Həsən, Allah haqq, sonra qayıtdı Yusuf müəllim. Sən məni nə böyük baladan qutardın. Adam qal yatırlar, bala. Ara qarışdırmaz. Bu efirlərdə bu qırğınları salırlar, ay Yusuf müəllim. Bizdən salam vermir. Yersiz suallar verirlər. Boş olduğunu bizə aparıcılardan danışırlar. Çox müğənnilərdə ona görə qorxur efirə gəlmir. Yersiz suallar verirlər. Yersiz, həqiqətən, deyir efirdə də, o biri deyir, mən də ikisini deyir, biabır olacağım axı, mənim ailəm var, uşağım var, mənim qorxacağım, adamın bir qorxan tərəfi olmalıdır axı. Deyir, bir insan heç nədən qorxmursa, o insan demək ki... Çox təhlükəlidir. Bəhman vətən oğlu sözü deyir, mən heç nədən qorxmuram. İsmətimdən savayı, Bəli. abırımdan savayı. Mənə heç lazım deyil qismətimdən savayı. Yolunda peşkəşim candır. Unutmaram mən bu andı. Nəyim var, hamıya qurbandır. Qeyrətimdən savayı. Sənə qurban olum. İnsanın qorxduğu müəyyən şeylər var. Ən başdası abır ismətli. Abır isməti olmayan adamın vaydədə var. Heç nə yoxdur. Yusuf mənim gəlin. Bu arada mənim dayımın adaşısınız. Bayaq baxır, telefonuma zəng eləyir. Onun da adı Yusifdir, böyük dayımdır mənim. Anamın dostluğuma qardaşıdır. O da səni görüb efirdə 100% istəyib ki, yəqin salamlayayım qonaqlarımızı, sizi də. Nə mahnı gələcək Yusuf dayımı salamlayıram. Balaxanadan izləyirlər bizi. Var olsunlar. Ey bizi boynuna alan yer kürəsi, sirkələn bir anda, oyan yer kürəsi. Yapışıb əllərindən yer kürəsinin, oyatmaq istəyirəm sirkələyərəm. Soyuq insanların o buz nəfəsini, isitmək istəyirəm isti ocaqdan. Yapışıb əllərindən yer kürəsinin, oyatmaq istəyirəm sirkələyərəm. Soyuq insanların o buz nəfəsini, isitmək istəyirəm isti ocaqdan. Yer kürəsi səmada güzel bir gəmi, bizi eynib bir gəminin sakinləri. Dünyada müvəqqəti olsa da inşallah, bəs niyə hər bir şeyə sahibləniriz? Ey bizi boynuna alan yer kürəsi, sirkələn bir andan oyan yer kürəsi. Anladın hər kəsən həyatı mənasın, sən bizə sahib ol aman yer kürəsi. Yer üzü qoy isinsin öz nəfəsinə, ərisin buzlar kaş soyuq üzləri, boyansın bu dünyamın körpə səsinə, sağalsın yaraları çölün üzləri. Yer kürəsi səmada güzel bir gəmi, bizi eynib bir gəminin sakinləri. Dünyada müvəqqəti olsa da inşallah, bəs niyə hər bir şeyə sahibləniriz?
Samir, burada böyük bir məna var ha. Sağ ol, Ayşe. Bu elə belə sözlər deyil. İnsanlar Sağ ol, yeryüzünde qardaş. Bəli. kırırlar, Deyir öldürürlər. insan biri için mən bu dünyada yaşamayacağım, 5 yıl, 3 yıl yaşayıb gedəcəm, yenə də dünya malına gözü doymur. Çox, bunu Təbrizdə xanım var, Təbrizdə Pünhan, Tanıyırım, Astarada, Astaradan, bəli, Astaradan məktəb direktorudur. Və orada mənə onu həmişə bir bacım kimi, ona böyük dəyər verirəm və onun yoldaşı Nizami müəllim, gözəl bir ağsaqqal, gözəl bir ailədilər. Onları buradan salamlayıram, Allah canlarını sağ eləsin və biz bunu dammamalıyıq. Bu mahnının musiqisi Abuş Surxoyoğlu'nun. Abuş da Mən oxuduğum mahnının da Sən də mahnı bəli. həm sözləri, həm musiqisi bizim dostumuz Abuş Surxalı. Mən deyəcəydim, Yusuf qardaşım qabaqladı məni. Yəni, burada bu mahnıda, mən bu mahnı oxuyanda rahat daşıram. Özümdə elə rahatçılıq tapıram. Ki, ümidim, yalnız deyil, qoy evlərdən, eşikdən körpə səsi gəlsin. Yoxsa bu dəqiqə dünya dağılır, buradan bomba atılır, orada nə bilim, kimi müharibələr, təlatümlər, zəlzələlər. Ki, da görür, o da məcazi mənada bir müraciət, yer kürəsi. Ki, bu yaradılan insanlara yiyadır. Sağ ol Təbrizə bacı, Allah var eləsin. Biz də salamlayırıq. Bu arada telefon nömrəmizi görürsünüz əlaqə qurmaq üçün. Yadımdan çıxmamış bayaqları məlumat vermədim. Hörmətli tamaşaçılarımız, bizim proqramımıza Doktor Seyfəddin Klinikasının, Agromal Özbəkistan məhsullarının və Newsport İdman Kompleksinin sponsorluqları ilə baxırsınız. Newsport İdman Kompleksi Masazırda, Qurtuluş 93-də 3 mərtəbələr deyilən ərazidə yerləşir. Yəni oranı tanımayan, bilməyən yoxdur. Bu idman kompleksində həm fitness salı, həm aerobika salı xanımlar üçün, bəylər üçün, həm qapalı, həm açıq hovuzu xidmət göstərir. Bundan əlavə də orada hamam xidməti, bilirsiniz ki, elə mədəniyyət demək olar ki, hamam xidməti orada Türk hamamı, Rus hamamı, Fin hamamı və Şərq hamamı möhtəşəmdir, möhtəşəm. Qiymətlərinə gəlincə çox ucuzdur hal-hazırda efirimizdən zəng eləyib. Qeydiyyata düşən insanlar varsa, rezerv edən insanlar varsa, onlara xüsusi indirimdir. Yəni, başqa yerdə gedib, mən dediyim, sadaladığım bu xidmətlərdən, hamam xidmətindən yararlanan masajı, kisəsi, valla bir 100-150 manat bir adama çıxır. Burada 40 manat, 50 manat çıxmayadır. Kampaniyadır bu. Ancaq efirdən zəng vuran bəylər üçün, xanımlar üçün. Belə, telefon nömrəsində görürsünüz. Həsən ağa müəllim, Aygüs müəllimin övladlarını tanıdığıma görə bilirəm ki, heç birisi bu sənətdə deyirlər. Yox. Ümumiyyətlə, Tərlanla bir dostluq əlaqəm də var. Arada yazışırıq da. Kənan böyük oğlum. Statuslarımızı bəyənirik, çox istəyirəm. Biz yayda istirahət məkanlarının birində el oldu, biz qarşılaşdıq. İkimiz də eyni məqamda, eyni oteldə istirahət edirdik. Özü yaxınlaşdı, mənə ki, diqqətçi, o qədər mehriban, çox bəyəndim onu. Məsələn, deməyə də bilərdi orada. Məsələn, Tərlanın da yaxşı səsi var. Doğrudan. Kənanında Allaha and olsun, elə qəşəng səsləri var. Sadəcə ora mən bu sənətə qoymadım. Qoymadım. Özümün bu insanların, bax o qınaqlarına görə, insanların deyir, qabaqda gedirəm, Samir, bic deyirlər, arxada qalıram, cic deyirlər. Hara gedirəmsə, gec deyirlər. Mən belə dünyada necə yaşayayım? Babalar, Allah... Üzbək, qınamırlar sizi ki, niyə vaxtında qoymadınız? Yox, qınamırlar. Heç vaxt deməyiblər elə, ata. Ağıllı bağlardı, onların ikisini də başına dönüb qadalarını alım. O qədər razıyam onlardan. Onlara özləri işlərin qurublar, şükür Allah. Şükür Allah, bilirəm, xəbərim var, maşallah. Həsən ağa, bəs sizin evlatlarınız, səhnədə olanı var, oxuyanı var? Yox, evlatlarımdan arasında olanlar da olmayıb açığı. Həvəslər olub, nəsə qatılmayıblar. Ancaq nəvəmin ikisində olub. İndi mən Elmirəm oxuyur Ağsusta Musiqi Məktəbində. Maşallah. Kamil Vərbi sağ olsun, öyrədir oxumaq ona. 3 evladınız var, Həsən ağa mənim? Mənim 3 evladım var, 5 dənə nəvəm var. 3 övladınız, 5 nəvəniz var. Mən Övladlarınızdan istəyən oldu amma, həvəs olan oldu. həvəsi oldu, nəsə özüm o vaxt şərək yaratmadım. Ancaq sonradan nəvələrim istədim olsun. Biri məşğuldur, oxuyur. Birin İsmailim çox böyük həvəsi vardı uşaqlıqda. Sonradan böyüyən, Şükür Allah indi hüquqşünasdır, 2-ci kursda oxuyur, Yurfaqda oxuyur. Maşallah. Savadlı nəvələri var. Çox savadlı nəvələrim var, şükür Allah. Allah hamımızın üçün qorusun. Böyük nəvələrim var. Böyük nəvə artıq universiteti qutarıb, magistraturdan qutarıb. Böyük. Maşallah, maşallah. Allah hamımızın Baxmaz, sizinkiz balaca olar.
Yox, üzr istəyirəm böyüklərdən. Mənim evlatlarım böyükdür. Siz neçə evladınız Hətta babiyam mən, üzr istəyirəm böyüklərdən. Neçə evladınız var? 2 evladım var. Bir qız, bir oğlan. Bəli, bəli. Allah sağ ol. Allah saxlasın. İkisi də ailəlidirlər. Yox, üzr istəyirəm biri ailədir, oğlum subaydır. Niyə evləndirmirsiniz? Birinin toyuna getmişik bir yerdə. Oğlun neçə yaşı var? Gözəl toy. Oğlumun 28. Niyə evlənmir? İnşallah Allahın köməyi ilə yaxşı olar. Yaxşı olar. Özün neçə yaşında evlənmirsən? Mən 25. 25. En güzel vaxt. Yusuf abi siz neçə yaşında evlənmisiniz? Ben de 23 yaşında belə 24 yaşında evləndim. Hemen de maşallah bağlarım da ben 25 nəslimizdə də öz qayda qanun var. 24-25'den ona keçmək yoxdur. Yoxdur. Siz neçə yaşında evlənmisiniz? Yəni 21, ən tez mən evlənmişəm. Ha, bu tez evlərim. 21. Amma uşaq vaxt evləndiriblər sizi. Niyə elə tez evləndiriblər? İndi uşaqlarım da mənə çatıb. Nə bilərim çatıb mən Yox, maşallah. özün istəmirsən, yoxsa evdən istədilər yəni? Ay yox, mən əskərə gedən üçəm nişanlı getmişdim bir. Əskərdə gələn kimi də evlənmişəm. Yusuf müəllim, elə bu fikir verirsiniz, o dönəmlərdə də ailə quran, istəyir 21 yaşında olsun, istəyir 25 yaşında olsun. Bəli. Ailə quran gənclərimizin hamısı bugün məsələn nəvə nəticə sahibidirlər, ev eşik sahibidirlər, sağlam övladları var, maşallah, Allah hamısını canı sağ Maşallah. eləsin. Amin. Elə bir indiki gənclərimiz, bax indi o yaşda ailə quran 21-25-də hamıya aid deyil ha. Ay sağ ol. Hamı Hamıya aid deyil. Hər kəsə aid deyil. Çoxsu elə bir ailə saxlaya bilmir, elə bir ailənin məsuliyyətini dərk eləmir. Məsələn, bu qədər boşanmalar ölkəmizdə o statistikaya görə çox yəni pis durumdur da bu dəqiqə boşanmaların sayı çox artır ilbəil günbə. Buradan toyların, evlənənlərin də sayı artır. Boşananlar elə bir ki, rəqabətdədirlər. Niyə belədir? Gənclərimiz niyə bu məsuliyyəti dərk eləmir? Amma sizin dövrünüzdə adam deyirlər ki, bir dəfə evlənir. Boşanmaq nədir, zat nədir? İndikilər elə su için kimi buradan evlənir, hamıya aid deyil. Amma çoxdur. Nədir bax bu məsələnin kökəndə dayanayız? Buyurun. Hə, sən ağa müəllim. Buyurun. Kökü ondan ibarətdir ki, biz o illər yaşamış insanlarıq. Mən yəni konkret deyəcəm ki, o illərin tərbiyəsi ilə bu illərin tərbiyəsi üsbətə düşmür. Düşmür. Birinci informasiya qıtlığı vardı o illərdə. İnsanlar çox şey bilmirdi və eşitmirdi və görmürdü. İndi insanlar hər şeyi açıq şəkildə, çox açıq şəkildə gördükləri üçün o şeylərin çox böyük təsiri var bugünkü gənclərimizə. Bizim dövrdə yəni əlimizdə nə telefon olub, efirdə yalnız biz ASTV-yə baxmışıq, başqa efiri görməmişik. Dövlət radiosuna qulaq asın. Bəli. Hər şeyin təmizinə qulaq asmışıq. İndi dünyada nə qədər çirkab şeylər var, hamısı insanları gör. Əlimizdə. Cavanların da çoxsu meyillidir onlara baxmağa. Və orada da çox lazımsız şeylər göstərilir. Çox lazımsız. Çox lazımsız. Kəşki lazımları uşaqdır da məsəl üçün. Ailənin tərbiyəsi qarır bir yara. Telefonun Telefon tərbiyəsi. tərbiyəsi. Bu da çox gözəl dediniz. Çox ha, böyük buna. təsiri var, Çox çox gözəl böyük dediniz ki, təsiri. telefon tərbiyəsidir bugün. Belə deyək də, ictimaiyyətdə. Niyə görə? Çünki uşaq da 6 yaşında, 7 yaşında uşaqdır. Telefon əlində, hamının telefonu var da, hamı uşaq. Ne var? Yaş yarım var. Nə bilirsən o telefonda nəyə baxır? Değil, parmağını belə. Nəyə baxdığını nə bilirsən? Nəyə baxır? Bəlkə də baxmaq istəmirəm, amma gəlir qabağına çıxır. Çıxır da. O istəsə də, Balaca vaxtında- istəməsə də gəlib çıxır. Hə, qarşısına. uşaq balaca vaxtdan artıq gözü açılır, ayıq olur. Bəli. Çox böyük təsir edir. İndiki uşaqların tərbiyəsinə telefon Hamısı bir dəqiqə sosial şəbəkə deyil. Belə də. Belə də qardaş. Yəni o dövrdən bu dövrə çox fərq var. O dövrdə nişanlı olurdular. Qıza söz deməyə söz deyə bilmirlər. Görənmirdin heç. Dur da. Vallahi oy. Nişanlını da görə Nə gözəl, bilmirdi. yox, nə gözəl vaxtlar idi. Nə gözəl vaxtlar idi bala. Onda əsl sevgi, məhəbbət olur da qardaş. İnsanlar arasında Amma neynə, biz bədbin olmayaq. Şükür Allah, zaman, dövran davam edir. Hər şey yaxşı olar. Ancaq yenə də Canım Yusuf Allah mənim, sən Azərbaycanımızı hər şey yaxşı qorusun. görsün. Yusuf mənim, məsələn istəyim ki, hər gözəl şey adət-ənəmiz yaxşı yenə qalıb inşallah. Yaxşıdır inşallah. Yaxşı olar. Həsən hanım, gəl bir şey oxuyun, bir mahnı oxuyun. Can, oxuyaq. can, mənim ürəyim. Oxuyacağım Mənim mahnı yenə canım, bizim dostumuz Abış qardaşlarım. Sırxoyluya aiddir. Həm musiqisi, həm sözləri buradan salınıram. Abışıdır. Abışın. Əzəl, əzəl. Ya Gələk çağırın mı? Əbuş Sırxayoğlu.
kəsir Qayıt ey canım gözüm Kör ürəyim nə çəkir Açılmır səhərlərim Yar yar deyir ürəyim Açılmır səhərlərim Yar yar deyir ürəyim Dərdimi kimə deyim Görsün qəlbim nə çəkir Dərdimi kimə deyim Görsün qəlbim nə çəkir Səndən ayrı gecələr Ürəyim nələr çəkir Qəlbimdən keçir nələr Kim bilir kim nə çəkir Səndən ayrı gecələr Ürəyim nələr çəkir Qəlbimdən keçir nələr Kim bilir kim nə çəkir Düşünüb hər an səni Yanıram, otlanıram Özümü bu dünyada Necə tənha sanıram Düşünüb hər an səni Yanıram, otlanıram Özümü bu dünyada Necə tənha sanıram Açılmır səhərlərim Yar yar deyir ürəyim Açılmır səhərlərim Yar yar deyir ürəyim Dərdimi kimə deyim Görsün qəlbim nə çəkir Dərdimi kimə deyim Görsün qəlbim nə çəkir Səndən ayrı gecələr Ürəyim nələr çəkir Qəlbimdən keçir nələr Kim bilir kim nə çəkir Səndən ayrı gecələr Ürəyim nələr çəkir Qəlbimdən keçir nələr Kim bilir kim nə çəkir Səndən ayrı gecələr Ürəyim nələr çəkir Qəlbimdən keçir nələr Kim bilir kim nə çəkir Səndən ayrı gecələr Ürəyim nələr çəkir Qəlbimdən keçir nələr Kim bilir kim nə çəkir Ay teşekkürler. Sağ ol kardeş. Bu arada aziz tamaşaçılarımız, hürmetli bizi izleyen izleyicilerimiz, Respublikamızın emektar artisti Yusif Mustafayev bugün dostlarıyla, onun teşebbüsüyle bugün Yusif müəllim geçen efirimizde de böyle bir şeye eğlenmişti. Giriş koşulan efire izleyicilerimiz onlar için deyirəm. Ümumiyyətcə Yusuf müəllim hər dəfə gələndə istəyir ki, bu dünyada ümumiyyətcə bu şeylər qalacaq Yusuf müəllim. Mən bunu sizdən başqa ikinci bir müğənnidə görməmişəm. Bəlkə kimsə baxacaq efirə, hansısa müğənni dostlarımız, sənət yoldaşlarımız sizi təkrarlayacaqlar, bu başqa məsələ. Amma bu sizin içinizdən gələn bir şeydir də ki, mən dostlarımla bir yerdə olmaq Hamının çırağı gir olsun bana, hamının. Amin. Olar da ne olar? Amin, amin. Bugün Yusuf müəllim dostlarıyla, sənət dostlarıyla, deməli, Qorxmaz, Ağsulu, Həsən ağa, Babayev. Elə Həsən ağa müəllim də Ağsudan. Allah can sağlığı versin kardeşimize. Bu arada Ağsudandır. Yəni qardaşlarım da yadıram. Nati də mənim həmişə yanımdadır. Mən fərq yox deyə. Yaxşı dost adamsı qardaşdır. Yaxşı qardaş adam dostdur. Bəli. Yəni fərq yox. Bizdə şükür Allah, evimizdə də yəni qardaşlar bizdə belə mehribançılıqdır. Allah var. Şükür Allah. Deməli, bu arada mən dostum Elnuru salamlayıram. Anası Könül xanımla bizi izləyirlər. Düzdür, mən Elnuru belə deyim də, biz eyni kənddənik. Füzuli rayonunda, Yağlıvənd kəndində Könül bacımızı da salamlayıram burada. Onlar da baxırlar. Hətta Elnur mənə bir şəkildə çəkib atıb. İsməyim ki, izləyirik, baxırıq. Allah saxlasın. Elnur öpürəm bütün Füzuli cəmaatı. Sağ olsun. Füzuli cəmaatı. Mən üçün çox doğma cəmaatdır. O Dırağarda cəmaatı var ha, vallahi. Bunlar Araz Yağlıvənddəndirlər. Hə. Allah saxlasın. Yəni Azərbaycanımızın hər qarşı torpağına qurban olum. Hamısı vətənimizdir. Bəli. Bir təbrikimiz də var. Kimdir bu? 44 yaşı tamam olur Nuriye xanımın.
Övladları, qardaşı Elmar bəy, övladları təbii ki, bu təbrikə qoşulurlar. Biz də təbrik edirik bu münasibətlə. 100 yaşasın Nuriyə xanım. Təbrik edirik doğum Bayaq gününüzü. Naxçıvanlı anamızı bayaq o deyil, o da deyil. Yox, o Naxçıvanlı anamız, Hürü xanımdır. Hürü xanım. Şulubalı. Orada mən də fürsətlər söyləyirəm. Orada mənim bir mənəvi anam var, Həvva ana var. Həvva ananı mən buradan salamlayıram. Dövlətimizə, cəmiyyətimizə, dövlətimizə gözəl, dəyərli övladlar verib. Həvva ana, əllərinizdən öpürəm, mənim dəyərli anam. Biz də. Madam ki, təbriklər eləyirəm. Bizim operatorumuz Baharın sinif yoldaşı Aytacın da 22 yaşı tamam olur. Təbrik edirəm. Təbrik Baharın. edirik. Maşallah. Bizim tontilimizin. Bu Allah saxlasın, ay Allah. Xoşbəxt olasın, səni bana Sizə təbrik edirik. Amin. İnşallah. Nətər dedim. Hazırlaşır. Xoşbəxt. Oyunda Allah gəlib, daha kimi 2 ağız oxuyacam Allah qoysun. İnşallah, inşallah. Allah nə istəyirsən? Müğənni burada, müğənnilər burada daha doğrusu. Aparıcım burada. Operatorun Mahirə xanım. Samir, son dövrdə biz bu sənət adamların vuran bir dənə şey var. Nə var? Vuran, elə bil ki, qətlimizə fərman verən bir yad var. O da ki, o müəyyən insanlar, pis, xislətli insanlar ondan istifadə edə bizim sənət adamlarına elə bil ki, hücuma keçiblər. O rəylərdir. Sosial şəbəkədə rəylər. Sosial şəbəkədə rəylər. Üzməm, istifadə edirsiniz TikTok'dan. Tərlan işlədir, bilməm, oğlum işlədir. Mən heç bir nə istəyirəm, heç Instagram'a. işlədirəm. Amma bir dənə xoşum gəlir ki, elə bir şey olan kimi tez o rəylərə baxıram. Mənə deyirlərə baxma da. Əgər bu sənə bir mənfi emosiya ötürürsə, buna baxma. Özümün asıl deyir, deyirsən, buna da damlayır. Hamısı gəlib oxuyasın. Hamısına Elə baxırsan, yazırlar, hə? Özü yox, elə hamıya. Xoşun Hamıya. gəlmir elə yazılar. Çünki sənə qurban olum, bir dənə bəlkə də yeridir. Elə yeridir, Ay sağ ol. 3 dənə qazan qaynayır. Bir qazanın ağzı açıqdır. Birinci yarımçı bağlı, biri bərk bağlayıblar. İplə, tellə, məhdillə. Gəllə deyirlər, bu nədir burada? Deyir, bura qır qazanıdır. Bu ağzı açıq olan, mən də bunu eşitmişəm deyirəm ha. Bu bir millətdir. Ağzı yarımçıq bağlı olan bir millətdir. O ağzın tellə, dadla bağlayıblar, skoçlayıblar, o da bir millətdir. İndi çalışağın bu ağzı açıq olan bizim millətdirlər. Nəyə görə ki, deyir məsələn Həsən ağa görə ki, Yusuf orada oxuyur, 5 manat pulal qalacaq. Yusuf'a bir dənə elə bir bəla fırladır ki, Yusuf oradan nə pul tapanmasın, əksinə bir düşsün, quyuya boğulsun. Məsələn, ya qorxmazsın, ya Həsən ağa bilsin də belə. O açıq, ağzı açıq budur. Çünki qır qazandı, orada qaynayır. Amma elə millətçi var da, onun adını demirəm. O millət. Örtürlər, bastırırlar. Dağlar ki, biri ki, Eyiblərin də. bəli, o biri çıxacaq, hamısı əlinlə tutub yapışacaq, hamını çıxaracaq, qır qazandı, heç kim yanmayacaq. Amma yəni bizim millətə bunlar. Bir-birimizin qədrini bilək. Qədrini bilək, nə olar, ay insanlar, sizin başınıza dolanın, sizə qurban olun, pis rəylər yazmayın da, biz sənət adamlar üçün, nə olur? Nə olar, ay xain xislətli insanlar. Həqiqətən, düz deyir Yusuf müəllim. Qazanda Özdə qaynayır. bu adamlar, o yazanlar var ha. Allaha and olsun, yeri göğü yaradan Allah var. Onlar geçdəz özləri o bəlanı çəkirlər. 100%. Tövbə, Göz götürməzliyi paxıl hara, paxılı. paxıl heç vaxt artmayın. Sənə qurban olun. İnsan saf olmalıdır. İnsan yəni bu həyatda Xoşun gəlir bax, xoşun gəlmir baxma. Yəni sən inanırsan ki, Həsən ağa müəllim, o rəy yazanlar var ha. Bir də görsən söhbət Yusuf müəllimlə. Özdə eşitmişəm deyil, çox əksəriyyətlə bizim sənət içində olan adam, camiyyədə olan. Rəy yazan Bu var ha. camiyyənin içində olanlardır. Rəy yazan var ha. Tutaq ki, Yusuf müəllim paylaşıblar. Və yaxud nə bilim Nasber xanımı paylaşıblar. Məsəl üçün də falan kəsi paylaşıblar. Bir nəfər baxır ki, video paylaşıldı. Götürür bir dənə ora xoşa gəlməyən bir şey yazır. Başqaları da ora girir də bilmirlər qazanda qaynayan nədir. O nə yazıbsa ona uyğun getdi. Təkrarlayırlar. O bir dənə SMS. Bəli. Onların özün qurtalayanda, özün qurtalayanda. Sənə qurban olum, Ay de. Allah, onlar nə yuvanın quşudular. De, qadoyalım, de. Həqiqətən də bilinmir. Özləri, bəlkə də özləri haqqında dastan yazdılar ha. Amma götürüb neynirsən, cəmaata dil uzadırlar. Götürüb cəmaata hansısa bir kommentləri yazırlar. Yəni bu nə, öz millətimizə yazırıq da. Mən nə danışmaq istədim. Yəni dediyim odur ki, Öz millətimizdir, niyə? Pul sayısın. Şey var ki, Başı üstə. örtür bastırır. İlim adamlar var ki, örtür, eybin də örtür.
ki mənim millətimni qoyub bunu bax. Çünki TikToka tək Azərbaycan baxmır ki, buna dünya düşmənlərimiz də baxır. Deyirəm, bunlar məsələn bir-birinin nə şeylərdə yazırlar belə. Məsəl üçün deyirəm, hamı baxır. Eləməyin, yazmayın, insanların qanını qaraltmayın. Aycan. İnsanların keyfini pozmayın. Götürüb qarğış yazırsınız. Bir dəfə bir nəfər video paylaşıb. Xəstəli video paylaşıb da. Müğənnilərimizdən biri, bilirəm kimdir. Götürüb onun videosunun altına yazıb, bir yastığın ağır olsun. Valla. Deyərəm, adında. Sən kimə qarğış edir ha? O özünə qayıdır. Onu bilmir bu adam. Elə dua elə qoy özünə qayıtsın. Altından yazıb ki, xanım müğənnidir. Altına yazıb ki, yastığın ağır olsun. Öz adı ilə da. Bundan o tərəfə iş yoxdur. Bir də Adam video paylaşıb. birinin şəklini qoyur, deyir Allah rəhmət eləsin. Ölürəm, qızdırma içində yanıram. Bu xanım müğənni Hüsməm siz də tanıyırsınız. Altından yazıb ki, yastığın ağır olsun. Yəni qadına yaraşmıyor, müğənni yazır buna. Düşmən də olsa da ki, yastığın yüngül olsun da. Ən azı da, ən azı da, heç olmaz. Mən cavanlıqdan olub, mənim özümün bir yolum olub. Biri mənə pis deyir. Əsən, Yusuf Canıcı. Elə o insana mən bir yaxşılıq eləmişəm. Mənə gəldim ki, o adam sənə pis deyilədi. Sən niyə? Çünki mən uşaq idim, Rəmədi anam mənə deyədi bana. Allah rəhmət eləsin. Yaxşılıq dedim, ana. Axı, o adam mənə pis deyir. Deyir, o pisliğini əl çəkmir. Dedim, sən də yaxşılığını əl çəkmir. Allah rəhmət Mən elə dedim, Rəmədi anamın, sən demə yine bu kəlammış. Bu atalar sözləriymiş. Ona elə insanlar, mən sizə buna dərs verməyə gəlməmişəm. O pis, xislətli insanlara deyirəm. İnsafız olsun, Allah'ız olsun. Yəni yazmayın, bilir şeylər eləməyin. Qoymayın, o zaman bilirəm saçım ağarıb, yaşlı gedir, şamma şuna sağlaram. Maşallah, min cavan oğlana deyərsən. Gəl, Qorxmaz müəllim, Ağsulu balası birini oxusun. Bayaq Yusuf müəllimlə repertuarından oxudu. İndi görək. Mübarək olsun, mübarək olsun, mübarək olsun, mübarək olsun. Bu toy mübarək, 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 mübarək olsun. Bugün ömrünüzün en güzel salı sizin için salınır ulu bağlalı. Deyirik sizlere təbrik sağlığı, sizin toy gününüz mübarək olsun. Bugün ömrünüzün en güzel salı sizin için salınır ulu bağlalı. Deyirik sizlere təbrik sağlığı, sizin toy gününüz mübarək olsun. Mübarək olsun, mübarək olsun, mübarək olsun, mübarək olsun. Bu toy mübarək, 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 mübarək olsun. Sənin həsrətindən, sənin dərdindən çöllərə düşmüşəm, xəbərin varmı? Çıxa bilməyirəm el arasından, dillərə düşmüşəm, xəbərin varmı? Sənin həsrətindən, sənin dərdindən çöllərə düşmüşəm, xəbərin varmı? Çıxa bilməyirəm el arasından, dillərə düşmüşəm, xəbərin varmı? Son gedişin bir il oldu sevgilim, saraldı gül rəngim, soldu sevgilim. Axır bizə də nə oldu sevgilim, çöllərə düşmüşəm, xəbərin varmı? Son gedişin bir il oldu sevgilim, saraldı gül rəngim, soldu sevgilim. Axır bizə də nə oldu sevgilim, çöllərə düşmüşəm, xəbərin varmı? Dillərə düşmüşəm, xəbərin varmı? Bax kimi qüdrətli, qolları qüvvətli, hörmətli, izzətli, eşqə sədaqətli, igiddi, çox mərdli, dağlar oldu
bilməsə daqa sevgi Sevda yollarını nur ilə qərq edib Daim yaşadar sevgi Kədəri var, naləsi var, küsəndə yeşki Həm yaşadır, həm öldürür, qüssəsi yeş Kədəri var, naləsi var, küsəndə yeşki Həm yaşadır, həm öldürür, qüssəsi yeşki Kədəri var, naləsi var, küsəndə yeşki Həm yaşadır, həm öldürür, qüssəsi yeş Kədəri var, naləsi var, küsəndə yeşki Həm yaşadır, həm öldürür, qüssəsi yeşki Sağ ol qardaş, sağ ol ay qohumuz, sağ ol ay qohumuz. Çox qəşəng bir papri. Var olun, var olun. Oynarlar inşallah. Sağ olun, sağ olun. Allah canınıza dəyməsin. Yusuf müəllim, o qədər yazanlar var. Mənim bu Yusuf dayım da yığır məni. Salamlarımı çatdırmışam dayı, dincəl, rahat ol. Yusuf müəllimə. Valla baxır bizi izləyir. Deməli bir izləyicimiz çox gözəl verilişli qonaqlarımızı salamlayıram. Qobu qəsəbəsindən baxıram. Bugün Rəşidə balamızın toyudur, onu ürəkdən təbrik edirəm. Təbrik edirik, biz də təbrik edirik, xoşbəxt olsun. Sonra Yusif izləyicim, bu bizə mənim dəyərli dostum Yusif. Hacıqabul rayonundan bizi izləyir. Hacıqabula da buradan salamlar. Yusif çox dəyərli bir gəncimizdir. Ona xüsusi salamlarımı çatdırıram. Dostumdur. Daha bir SMS-imiz Rusiyadan gəlir. Salam qonaqlarınıza salamlar. Yusuf müəllim və qonaqlarınızı salamlayıram. Moskvadan Zahid yazır. Zahid Qəmbərov. Zahid Qəmbərov. Allah saxlasın. Allah. Sağ ol. Zahid bəy çox sağ olun. Kimdir bunu yazan? Farizin. Farizin bugün doğum günüdür. Yoldaşı və övladları təbrik edir. Biz də təbrik edirik Farizi. Allah saxlasın. Daha sonra kimler yazır? Hamısı yazırlar. Çox adam mənə yazır ki Qorxmaz müəllim deyirlər, havalar istilənməyib. Harada belə qaralıb, dənizə Yox, yox, rayona getmişdim. Dənizə gedib, dənizə yaxındır. Yox, ona bu zəhmət çəkir adamı. Çox halal adamdır. Neynəmsən rayonda? Öyle getmişdim rayona da. Yox, əkin zad eləmişsən. Yox, getmişdim, işim vardı. Biraz çıxdım bura, qanqalım bir dəqiqə vaxtı da, çıxdım biraz qanqal zadı yeməyə oraya. Qanqal yeməyə. Uşaq da deyim sənə qanqal. Sən Allah. Vallahi insana xeyirdir o. Və bizə nə gətirmədin? Vallahi billahi. Gedəyim də, gedəyim. Qanqal. Prostatın birinci Bizim dərmanı. Seyfəddin doktor verilişimizin sponsorudur da bilirsiniz. O mən oradan bilirəm. Seyfəddin doktor hər zaman söylüyor ki, mövsümündə bəylərimiz qanqal yeməlidirlər. Deyirəm niyə? Deyirəm gözəl qaraziyarın dərmanı. Qaraciyər, dərmanı. Ödü təmizləyir və prostat problemi kimdə varsa, onlara da çox qəşəng təsir göstərir. Qanqal. Mən Biz də yoxduyuq. Qanqal mövsümüdür. Qorxmaz mən, nə tez yemişsən qanqalı? Vallahi getmişdim, hə. Mövsümü də artıq, bir həftə hə? bundan qabaq da sən getdin, hə? Bir həftə bundan qabaq. Ehtiyacı var, neyləsən, qanqal yeməlidir. Buradan qanqal Oradan hava qanqal xeyirli Qanqalı, şeydir. qaraciyərə bütün Vallahi Allah haqqı. Qaraziyarın dərmanıdır. Buradan Aksuya qanqal yeməyə Başqa getmişsən. işlərim var. Hə, elə bilirəm ki, sırf ona görə Hə, başqa getmişsən. işlərim var. Bunlar adın sağ olasın. Deməli, Gedirəm də, hərdən şifahi gedirəm. məlumatımızın Səd vaxtıdır. ocağıma dəyirəm. Şifahi məlumatımızın vaxtıdırsa, əziz tamaşaçılarımız, mən New Sport İdman Kompleksində haqqında danışmaq istəyirəm sizə. New Sport İdman Kompleksi Masazırda Qurtuluş 93 yaşayış kompleksində yerləşir. 3 mərtəbələr deyilən ərazi var orada. Baxın, içəridə idman kompleksinə aid ən modern avadanlıqlar var. Xanımlar, bəylər üçün xüsusi günlər var. İdmanla məşğul olmaq istəyənlər. Sonra hovuzu var içəridə, qapalı hovuzu, açıq hovuzu. Bundan əlavə relax hamam xidməti var içəridə. Şərq hamamı, Türk hamamı, Rus hamamı, Fin hamamı. Nə bilim, o qədər gözəl hamam xidməti var ki, ora ölü girsə dirilər. Bax, o vəziyyətdədir oranın hamamı. Mən o günləri getmişdim. Həqiqətən ağzım açıq qaldım. Hörmətli bəylərimiz, mütləq gedin. Masazır burada bir addımlıq yoldur. Gedin o xidmətlərdən istifadə eləyin. Təşəkkür edirəm sponsorumuz New Sport İdman Kompleksini və ayrılıq digər sponsorlarımız haqqında da məlumat alaq. Daha sonra Yusuf müəllimin ifası ilə davam eləyəcək əməkdar artistlər.
Agromal Özbekistan məhsullarıdır. Özbekistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kiloyla, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Hə, Yusuf müəllim, mikrofonu götürün gəlin. Sizdən bir ifa təqdim edək. Orxan deyir, Yusuf, əmimiz oxusun. Oxu. Yatağıma həsrət yağır, qəhər gəlir məni boğur. Yatağıma həsrət yağır, qəhər gəlir məni boğur. Nə ay çıxır, nə gün doğur. Sənsiz tənha, gecələr sənsiz tənha. Geceler sensiz tenha, geceler, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler, geceler. Gördüzüme ayna tutup gözyaşımı gemi kurur. Ayna tutup göz yaşımı gəm qurur. Allah da məni unudur. Sensiz tənha, gecələr sensiz tənha, gecələr sensiz tənha, gecələr, gecələr sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler, geceler. Şam əriyir, çıraq yanır, göz ağlayır, yanar, yanır. Şam əriyir, çıraq yanır, göz ağlayır, yanar, yanır. Qələm dilir, varaq yanır. Sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler, geceler. Gördüzüme ayna tutur, göz yaşımı gəm qurur. Gördüzüme ayna tutur, göz yaşımı gəm qurur. Allah da məni unudur. Sensiz tenha,
geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler sensiz tenha, geceler Teşekkür ederim Yusuf müəllim sizə, Var olun, Qorxmaz var müəllim olun. sizə, Həsən ağa müəllim sizə. Çox sağ olun, Sağ qardaş. olun, var Siz olun sağ olun. gəldiyiniz Amma üçün. sənə qurban olum. Buna Aha. deyən qanqal tək yeməz. Təklifləsin, bizə də gətirsin. İnşallah, inşallah. Belə, Allah əziz tamaşaçılar, sabahları eyni saatda, eyni vaxtda yenə də evimizdə çox maraqlı insanlarla görüşünüzə gələcəm. Siz sağ, mən salamat. Özünüzə yaxşı baxın. Hələlik.